Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Bu güzel cümle gününün rahmeti, mağfireti, bereketi cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz değerli kardeşlerim, bugünkü cümle vəz mövzumuz, belki de başka günleri toxunmuşuq, ama yine de bu mövzuya toxunmaq ehtiyac duyulur. Çünkü çok çətin bir dönemde yaşayırıq ve gələcək nəsil bir heyecan siqnalı var ve məsuliyyətimiz var. Ona göre de mövzumuz nəslin qayğısı. Yani gələcək nəslimizin qayğısı. Çünkü Allah Azze ve Celle bilirsiniz ki, dünyada bütün verdikleri nimetlerin hesabı var. Yani övlad da bir rızıktır, övlad da bir nimettir. Onun da hesabı vardır. Çünkü biz tek özümüzden sorumlu değilik. Yani atanın, ananın vəzifəsi biyolojik olarak değildir tek. Atanın, ananın vəzifəsi tek onun biyolojik olan vəzifəsi değildir ki, yani onu dünyaya getirsin, onu yedizdirsin, içizdirsin, giydirsin ve nəsə bir arkasınca mülk bıraksın. Ondan ibaret değildir. Çünkü Allah Azze ve Celle Kur'an-ı Kerim'in Tahrim suresinin 6. ayetinde ne deyir? Ey iman getirenler, iman eden şəxslər, özünüzü ve ailenizi yanacağı insanlar ve daşlar olan oddan koruyun. Yani Allah'a həmd olsun, biz iman eden Müslümanlar öldükten sonra dirilmək var, hesap var. Ama bu dünyadayken heç belə çobut da çıxsa umurunda olmayan insanlar var ki, çünkü dünya yani ahiret inancı olmadığı için eləyir bunu. Yani sanki yani dini qoyaq qıraq, əziz değerli kardeşler. Hamımızın böyüyüb boya başa çatacağımız bir mekan olarak, mesken olarak bir mentalitetimiz vardır. Gözümüzü atmışıq. Yani bunu belki yeni nesil daha çok da anlamaz, ama evvelki nesiller daha güzel bilir. Yani bir mentalitet dediğimiz zaman dünyavılık değil tek. Orada bir medeniyet var. Orada bir əxlaq var. Ama indiki genç nesil valideynlere baxırsan, sanki bir dənə uşaq olsun, dünyaya gelsin, məni darıxmağa koymasın, bir dənə mən dayağım olsun. Bundan ibarətdir. Sanki biyolojik bir tavır var, baxış var. Ama onun için bir olan övlad emanettir. Allah'ın emanetidir. Allah məndən bunun hesabını soracaq düşüncesi çok azdır. Ona göre biz heyecan signalı niye edirik buna? Çünkü bizim gələcəyimiz onlardır, gençlerdir ki, bugün əlbəttə ki, Allah'a həmd olsun, məscidlərimizdə, valideynlərin yanında ve özellikle yay kurslarında Kur'an-ı Kerim öyrətmək istəyirəm, ay hocam, ay müəllim, uşağını təhvil verən valideynləri təbrik edir ki, Allah onlara bərəkət versin, Allah onların övladlarını salih ve salihelerden eylesin. Çünkü sonradan peşman olmamaq için bunu vaxtında uşaq balaca ikən, yani bilirsiniz ki, məcazi mənada yaş budaq istediğin zaman, yani genç budağı istediğin istiqamətə vermək olur, əymək olur. Ama onu böyüyəndən sonra artık o kirlərə, dünyanın kirlərinə, küfürlərinə bulaşandan sonra çox çətin olur. Və sonra da izdirabı kim çəkir? Əlbəttə ki, valideynlər çəkir. Və çox təəssüflər olsun, bunu görürük, bunu rast gəlirik. İnanın ki, təbii ki, herkesin bir hobbisi var, genç olarak nəyinsə məşğul olur. Ama onu belə deyək, ifrada vardığı zaman, yani dünyanın bir belə deyək, məşğuliyyətini onun için bir əyləncə etdiyin zaman ve gafilhane yaşadığın zaman o seni ölüme de aparır. Yani bir valideynin adını söylemeden, çünkü biz
bilirsiniz ki, güncel məsələlərə toxunuruq hər zaman. Bizim həyatımızın, gözümüzün gördüyü, hiss etdiyimiz, toxunduğumuz məsələlərdən misal verməyə çalışırıq. Çünki istəyirik ki, bir ruhumuza toxunağın, bir silkələyən bir-birimizi. Çünki sonradan peşman olmamaq üçün biraz özümüzü silkələyən. Bir valideyn deyir ki, mən çox səhv etdim. Yəni, mən övladıma daha çox vaxt ayıra bilmədim. O övlad əlbəttə ki, bir minikdə dünyasını dəyişir. Açıq danışsa, bir motosiklet sürən bir xanım. Yəni, bunları niyə misal verək? Hamımız aşağı-yuxarı görürük bu sosial şəbəkələrdə. O valideynin o peşmançılığını yaşamamaq üçün biz qabaqcadan onu nə qarmalıyıq? Ona tədbir görməliyik. Əlbəttə ki, övladlar bəzən şıltaq olur, yəni normaldır. Çünki yeniyetmə vaxtları var, yəni gənclik vaxtları var. Amma onları kontrolsuz buraxmamaq lazımdır. Onları düzgün şəkildə irfani bir yoldan, əxlaqdan yönətmək lazımdır ki, sonra peşman olmayaq. Və ən çox da bu işin peşmançılığını çəkən əlbəttə ki, valideynlərdir. Onun izdirabını çəkən valideynlərdir. Əlbəttə o valideynlərə Allah səbir versin. Yəni, qabaqcadan o valideynin peşmançılığını burada niyə səsləndirəm? Mən övladıma vaxt ayırmaqdansa daha çox öz planlarıma, öz işlərimə daha çox vaxt ayırdım ki, indi bu anı yaşayıram deyir. Yəni, uşaq hər şey istəyə bilər. Baxın, adi hamımız rastlaşırıq buna. Marketdəmiyəm, hansısa bir ticarət mərkəzindəmi, uşaq özünü yerə sırpır öldürür. Onu mənə almalısan. Bax, elə uşaq yetişdirmək olmaz. Uşaq yoxluğu da bilməlidir. Nə istədi ona alıb veririk. İmkanın olsa belə ona yoxluğu da öyrətməlisən. Qoy o yoxluğu bilsin. Yəni, hər iki tərəfdən demək olar əlbəttə ki, qız tərəfə də, oğlan tərəfə də. Yəni, qızları elə yetişdirmək lazımdır ki, yoxluğu da bilsin. Sabah o düşəcəyi qapıda yoxluğu da bilsin o. Üsyan etməsin. Mən atam evimdə belə idim. Mən atam evində heç bir körluq çəkmədim. Deməkdənsə, yox, biz bunu da yaşamışıq. Biz elə günümüz olub ki, bunu da yaşamışıq, desin. Yəni, sən yaxşı valideyn, o demək deyil ki, yaxşı valideynsən, bütün uşaqların arzularını yerinə yetirsən. Vallahi, yaxşı valideyn olmaq deyildir o. Onun şımardığı zaman, inanın ki, onun tabiri caizsə qazına dayana bilməyəcəksən. 16-17 yaşında. Ən belə çılgın vaxtlarıdır. Ona görə övladlarımızı gözəl yetişdirəyim. Çünki onlar bizim gələcəyimizdir. Baxın, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem hədis-i şərifində nə deyir? Yəni, bir neçə hədislərində onlar deyir, cənnət çiçəkləri, könül meyvələri, ilahi ehsan və ruzilərdir. Bax, hədis-i şəriflərdə. Yəni, gözəl yetişdirərsən cənnət çiçəyi olacaq. Sənin üçün şəfayətçi olacaqdır. Əlbəttə, başına buraxsan, bu sosial şəbəkələrin o çirkabına buraxsan, bir vaxtda ayacaqsan ki, cəhənnəm olan bir yoldadır. Allah qorusun. Ona görə, əziz dəyərli qardaşlar, məhdudiyyət deyə bir şey var. Bu olmalıdır yəni. Çünki çox çətin bir dönəmdə yaşayırıq. Biz hər zaman söyləyirik bunu. Bir şeyi qadağan etmək deyil, onu tərbiyə etmək lazımdır. Mənim evimdə televizor yoxdur. Mənim uşağım əndə telefon yoxdur. Mənim ömrümdə uşağı telefon tamamən də kütləşdirməmək lazımdır. Kontrol etmək lazımdır. Əsl bax, hünər odur, bax. O telefonu işlədən övlad bilməlidir ki, ata mənim hər axşam, bilirsiniz də, telefonun ayarlarına girdiğiniz zaman nəyi izləmək lazımdır, hardan nəyə baxıbdır, uşaq bilməlidir ki, atam məni kontrol edir. Və yaxud da anam məni kontrol edir. Baxın, yəni mən demirəm ki, çünki elə bir dövrdə yaşayırıq ki, bilirsiniz də, yəni günü-gündən texnoloji, hər şey onun üzərindən gedir, işləyirik. Məsələ onu qadağan edib, onu kütləşdirmək və yaxud da ki, depressiya salmaq deyil. Onu izləmək. Bax, ən gözəl telefonu sən almışam, amma
diqqət eləyəcəksən. Bax, mən də baxsam, ay balam, ay qızım, ay oğlum. Bax, hünər odur. Yoxsa mən ömründə biz tanımamışıq. Evdə heç ömründə YouTube açılmayıbdır. Çünki bilirsiniz ki, bütün eğitim oradan gedir yani. Bu Android sistemdən gedir. Ona görə fərasət nədir? Fərasət idarə etməkdir, baxın. Sən yaxşı müəllim ola bilərsən. Sən yaxşı, fədakar ata da ola bilərsən. Amma sən görüm, yaxşı idarəçi atasanmı? İnanın ki, idarəçilik daha çox çətindir. Sən yaxşı hoca ola bilərsən. Sən yaxşı imam da ola bilərsən. Amma görüm, idarəçilik bacarırsanmı? Hər bir evin sahibi, yəni böyüyü, ağsaqqalı, ata, yeri gələndə ana birinci növbədə gözəl idarəçi olmalıdır. Pedagog olmalıdır. Çünki olmaq zorundayıq. Övladın var mı? Olmaq zorundasan. O biyolojik artım heyvanda da var, üzr istəyirəm. Ona görə dünyaya gətirdiyimiz övladları başlı başına bırakmaq hüququmuz yoxdur. Allah qatında da hesab var, belə qanun qarşısında da hesabım var. Və əlbəttə ki, ən çox böyük də ziyanı sən çəkəcəksən. Ona görə, baxın, yeni nəsillərimiz inanın ki, əldən gedir, vallahi billahi. Çünki, baxın, yəni, bunu edən şəxslər də bilsiz nə deyir? Bahanəyə baxa, biz də zorla demirik ki, gəl mənim qarşımda oyna. Yəni, Allah qorusun, bu hədis çox çətin bir hədisdir söyləmək. Amma söyləyəcəm. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, dəyyuslar cənnətə girə bilməyəcək. Yəni, bir övladının qayğısına qalmayan, özəlliklə qız övladlarının qayğısına qalmayan bir valideyn və özəlliklə not götürdüyüm bir yer var ki, yəni, onu söyləmək istəyəm, onun üzərindən danışmaq istəyirəm. Baxın, söhbət uşaqdan gedir, ha. Hələ mən yetkinliyə demirəm mən, yetkinlik çağına demirəm mən. Baxın, nə dedikləri sözə baxın, bunun üzərindən danışmaq istəyirəm. Qoy həvəsini öldürsün, hələ uşaqdır. Ürəyində qalmasın, böyüyəndə onsuz da bunu edə bilməyəcəkdir. İnanın ki, ən bədbaxt kəlmələrdir bunlar. Bizi məhv eləyən budur, bax. Onsuz da böyüyəndə uşaq yetkin olacaq da elə bilməyəcək. Qoy oynasın, doyunca oynasın. Və insanların gözü qabağında uşağın həya pərdəsini yırtırlar. Həya pərdəsi var insanda mənəvi. Onu ləkələyirlər. O həya bir dəfə ləğv olundusa insanda, baxın, çox çətin gəlir, əhəlləşir. Çünki insan, baxın, üzr istəyirəm, heyvan belə pisliyi etdiyi zaman nə qarır, bastırır. Allahın verdiyi bəşəriyyətdə bir həya var. Həya duygusu var. Onu insan pozur öz əlindən. Fitratan insan doğularkən bütün insan kim olur olsun, dinindən, irqindən asıl olmayaraq, hamısı həyalı doğulur. Allah çünki onu fitratında verir bunu. İnsanlar sonradan həyasızlaşır. Bax, işte bundan da biri budur. Qoy həvəsini öldürsün. Böyüyəndə bunu edə bilməyəcəkdir. Özəlliklə qız uşaqlarının. Onsuz da böyüyəndə bunu geyinə bilməyəcəkdir. Qoy, necə o geyinsin? Xeyr! Onun həya pərdəsini sən yırtdın. O uşaq artıq elə formalaşır, böyüdükcə. İnanın ki, onu 15-16 yaşında onu geydirə bilməyəcəksən, sən o qızı. Sən o oğlanı, bəzən olur deyə, yadınızdadısa, bunu orta nəsil bilir. Gənc nəsil bilməm, indi görüb görməyib. Məni yaxşı anlayacaq orta nəsil. Bir dəfə demişəm bunu. Uşaq söyüşsəyəndə, babaya söyüş. Bir dənə babaya söyüş. Hətta bu da qabağımıza çıxar. Sigareti balət uşağın ağzından gör ki, belə əylincə kimi. Ən bədbaxtlar. Uşağın əxlaqını pozurlar. Uşağın həyasını pozurlar. Uşaq var ki, atasının, anasının yanında maykasız, üzr istəyirəm, yəni at palta mayka dediyimiz, onunla belə gəzmir. Dəyməyin. Bax, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki,
Bir hədis gəlində sahabə gəlirdi ki, ya Rasul deyir, bir sahabədən şikayət edir. Bu deyir, həddini aşıb deyir, çox belə həya belə buradan getdi. Belə deyək də, çox həyal edir. Allah Rasul bilirsiniz ki, ifrat deyə bir şey var da, termin. İfrat, tefrit, itidal deyə bir termin var. İfrat, tefrit, itidal, orta. Yəni bunun itidalı olmalıdır hər kəs. Hər bir şeydə itidal olmalıyıq. Bax, yeməyimizdə də, içməyimizdə də, geyinməyimizdə də, danışığımızda da itidal olmalı. Amma nə deyir Allah Rasulü? Həddindən artıq həyalı olan sahabət deyir, dəyməyin deyir. Ona dəyməyin. Həya imandandır. Nə qədər həyan varsa, o qədər imanım var. Utanmaq imandandır, inanın ki. Dəyməyin. Ay bala, sən kişisən, soyun bir get bir dənə çim dənizdə, nə bilim. Sən kişisən, özün göyki motivasiya verir. Uşaqda həya varsa dəymə. İnanın ki, onun xeyrini gördəsiniz. Əlbəttə ki, bu kimi şeylər əvvəlki nəsillərdə qaldı. Amma çalışmalıyıq ki, biz də bu yeni nəsilə bunu ötürək inşallah. İnanın ki, gələcəyimiz gənclərdir. O gəncləri həyalı bir şəkildə, əxlaqlı şəkildə və özəlliklə Əlhəmdülilləhi Rabbil Aləmin bizi müsəlman edən Rəbbimizə həmd olsun. İslamın əxlaqını verməriksə, vallahi onlar bizim üçün neymət yox, bəla ola bilər. Çünki artıq elə bir dönəmə gəlmişik ki, adiləşmiş yəni, bütün həyasız hərəkətlər, elə bir ki, sanki budur, yəni, belə olmalıdır. Ona görə də baxmayın ki, qoy həvəsini öldürsün, balacadır. Nə demişlər? Uşaq yaşlarında deyir, öyrədilən hər bir şey deyir, sanki deyir, mərmərə həkk olunmuş bir yazıdır. Bilirsiniz ki, mərmərə döyüb edirlər də, mərməri döyərək yazırlar, yazını, yəni. Mərmərə həkk olunmuş yazı kimidir, o geçəcəkdir. Ona görə uşaq ikən baxmayın ki, bu uşaqdır, heç bir şey olmaz. Ona diqqət eləyin. Bir də, əziz dəyərli qardaşlar, bir valideyn olaraq biz hər zaman özümüzü bir sorğu-sualı çəkməliyik. Yəni, bir mömin olaraq bu sualları verməlidir. Hər valideyn özünə bu sualları verməlidir. Nədir o? Onlara, övladlarımıza hansı və nələri və hansı mədəniyyəti öyrədirik? Bayaq dediyim kimi, inanın ki, o vaxtı, deyək ki, neçə il bundan əvvəl bu qədər elm yox idi, amma iffət daha çox idi, həya daha çox idi, ixlas var idi. Yəni, keyfiyyət çox idi. Əlbəttə ki, bu müasir dövrün fəsadları daha çoxdur. Çıplaqlıq daha çoxdur. Daha çox evlərə informasiya, yanlış informasiyalar getdiyi üçün sosial şəbəkələr vasitəsilə daha çox müsbət azdır, amma daha çox pozğunluğa daha çox gedir nəsil. Çox çətin vəziyyətdəyik. Yəni, hər kəs öz ailəsindən düşünməsin. Sən fikirləş ki, sənin övladın hansısa bir qızın evləndirməlisən və yaxud da qızını hansısa bir oğlana ərə verməlisən. Sən ailəndən söhbət getmir. Dərdimiz böyükdür. Yenə hərənib, fıranıb o nəsil sənin ailənə gələcək. Ona görə bunu toplumsal şəkildə dərdlənməliyik. Pisliklərdən çəkindirməliyik inşallah. Buna diqqət eləməliyik. Və biz övladımıza gözəl şəkildə uşaqları gəzdirirsən, əlbəttə gəzdirməlisən. Görəsən, sən bu tətildə hansı dinli termini uşağına öyrədə bildin? Quran-ı Kərim oxuya bilmirsə, onu Quran-ı Kərimi oxumağına vəsil ola bildinmi? Baxın, İmam Malik rəhmətullah aleyh deyir ki, hər dəfə deyir, hədis əzbərləyəndə atam mənə bir hədiyə verər. Baxın, artıq elə bir vaxt gəldi ki, atam hədiyə verməsə də hədis əzbərləməkdən xüsusilə zövq almağa başladı. Yəni, biz görəsən valideyn olaraq harasa apardığımız zaman yaxşı mənada görəsən eləyə bilirikmi ki, bax, övladım, bu hədisi əzbərlə, bir dənə bu ayəti əzbərlə, bu gözəl hikmətli kəlamı əzbərlə, səhəba bu hədiyyəni alacam. Hələ qarşılıqsız cömərdir da göyə indi, cömərt atayıq. İnan ki, səhv yoldayıq.
Onu etdiyin zaman o məsələlərə diqqət edin. Yəni öyrətmə metodlarına diqqət edin. Çünki bugün sənin ola bilsin ki, imkanın var, sonra olmaya bilər. Bir də onu söyleyeyim ki, bilirsiniz ki, bir valideyn maddi mirasdan başqa bir də mənəvi miras bıraxa bilər ki, maddi miras məlumdur. Yəni, yaxşı yetişdirəcəksən, salih övlad qoyub keçəcəksən, sənin sədəqə-i cariyan olacaqdır övlad və səninlə malın da öldüyün zaman da hesabın asan da olacaqdır. Çünki sağa sola harama, halala diqqət eləmədən xərcləməyəcəkdir. Düşünsənə, sən əziyyət çəkmirsən, canını qoymuşsan və malı dövləti qoydun övlada, dünyasını dəyişdi, getdi, hesabını verəcəksən. Amma yenə hesabını verəcəksən orada. Niyə görə? Çünki düzgün yetişdirməmişsən, düzgün adresə buraxmamışsan. Ona görə buna diqqət edin. Son olaraq bir alimin, hikmət əhlinin sözü ilə bitirirəm bu azımı. Pakistanın mənəvi memarı Muhammed İqbal, bunu hər kəs tanıyır. Onun gözəl bir sözündən bitirirəm, əziz dəyərli qardaşlarım. Nə deyir? Bütün sanki valideynlərə, bütün insanlığa səslənir. Ey bəsirət sahibi olan insan. Baxın, nə gözəl kəlmələrdir. Hamısı dərlənmiş və təcrübəyə əsaslanan olan bir nəsiyyətdir. Ey bəsirət sahibi olan insan. Bir millətin əsl sərmayəsi pul, gümüş, qumaş və qızıl deyildir. Yəni, valideynlər bıraxır ha, şükür Allaha bir ev qaratdım, uşağımı bir oxutdum, tamam da, və yaxud da bir müəyyən qədər mülk bıraxdım, deyil. Onun əsl sərmayəsi imanlı, vətənpərvər, sağlam, dinc və qüdrətli beyinlərə sahib, çalışqan, zirək və zəki övladlardır. Allah Resulü sallallahu aleyhi və səlləm boşu-boşa demir. Bir valideynin övladına ən gözəl bıraxacağı miras var dövlət deyildir, ona gözəl əxlaqdır. Allah cümləmizi övladlarımıza gözəl bir şəkildə İslam əxlaqı ilə yetişdirməyi nəsib eləsin. Allah cəmiyyətimizi, xalqımızı, millətimizi xeyirli islah eləsin. Allah islah eləsin. Çünki baxın, biz islah olmarıqsa Allah qorusun, bəla ilə gələr islah. Min nəsihəti dinləmir, bir dənə müsibətdən islah olur insanlar. Sonra deyirlər ki, harada xata elədik. Ona görə Allah bu xalqımızı, bu milləti, ümməti Muhammədi nəsihətdən islah olanlardan eləsin. Amin.